Aman aman içinde, kalbir saman içinde, deve dellehli yeyler, köhne hamam içinde. Çenene bak kişi! Diyorum kimsen, buralarda ne gezirsen? Kim olduğumu neymiş sana ağrın alın. Hiç özüm bilirəm ki ben kime. Bu saat yadına salaram kim olduğunu. Öldürme, öldürme beni. Öldürme, Allah acık gerek. Kələntar dayı, sənsən? Kimdi ben adım çeken? Mənəm, Cəlalam. Olmaya tanımadın məni. Tanıdım. Tanıdım. Elə tanıdım. Şeker Bey'in oğlu. Hem ben evveller Kələntar'ım. İndi hamam içinde, kalbir saman içinde, Peykanlıdan Leyli havalı yeyler, Kələntar. köhne Heç kəsə deyib hamam dolaşan içinde. Bəs bu yazıq kimdir? Ağrınalıma kamsam, canınıza yazığınız gelsin, dönün geri. Səni bura kim göndərir? Öz başıma bu bədbəxtin nüfunətine oturmamışam. Beni gönderiblər, gelmişəm. Mənə dedilər ki, ged ot orada. Yaraqlı, yasaqlı pəhlivanlar gelecek. Onları gören kimi qalx ayağa, baş el qabaqlarında, de ki, Peykanlıda kamsam oladı gələndə, ölülər qəbirdə xort deyib çıxırlar. A kişi səni göndərən kimdir? Gərək bəy, Bu yazığın günahı nədir? bu rəhmətlikdə Çalpaba Kərəmin adamlarından, qoçağı olan, dünən kənddə bir atışma idi, gəl görəsən. Qan su yerine axırdı, Allah söz olmaz. Bəs Çarpabaq Kərəm hardadır? Düzündür. Ağrın alma kamsam ol, hardasa kənddədir. Uşaqlar, o bədbəxti dəfn edin. Yuxum Çin oldu baba. Dedim bu sərki açmadan sonra daha gelmezsen. Allah muradımı gözünde koymadı. Nə yox, Gördüm ki meşədəyəm. O molla qayısının altında dayanıb səni gözləyirəm. Birdən bir çalağan uçdu. Uçub başımın üstündə fırlandı. Kulağıma pıçıldadı. Gözlərin yol çəkir. Çalağanın dediğidir çıxdı. sabah o küçük kəndə gəlir. Çalağanın sözlərini düz başa düşməmsən qız. Yəqin o küçüyü deyib. Kimi deyirsən baba? Bilirsən kimi deyirəm. Gəlir ki, duz çörəyi haqqı salamlı bir dəfəlik kəssin. Çalpapaq Kərəm kimi dələ duzları qoşulub peykanı dağalıq eləsin. Cəlallı mı deyirsən baba? Yapıncımı getir. Qızı sənə tapşırıram. Səni də Allaha.
Tez mi qayıdacaqsan baba? Celal, görəsən Gəray bəy özü kətdədirmi? İnanmıram. Deyirlər Çalpapaq Kərəm kəndə gələndən çəkilib qan çanağına. Amma bilmək olmaz. Ay evyəsi, ay evyəsi! Hay verən yoxdur. Deyəsən bu gecə Əzrail peykanlı cəmaatın ikisəsinə doldurub aparıb. Gəlsənə bir ikisini boşaltın Dayan görə. görüm. Qurbanın olum oğul, al bizi ölümün əlindən. Balamın qanını səndən istəyirəm. Başına dönüm oğul. Qalx qarnana, qalx. Sakit ol. Bizə Çalpapaq Kərəm lazımdır. Bəlkə yerini deyəsən. Qanına qəltən elədilər Çalpapaq Kərəmi. Əgər sağ qalıbsa Allahın möcüzəsidir. Qaqani, ay Qaqani. Qaqani, apar bunları Tafta xalanın evinə. Bala, bunlar dədəyin qanını almağa gəliblər. Qorxma, get. Kərəm dayı. Kərəm dayı. Kərəm dayı. Kimsən oğul? Mənəm Bəxtiyaram. Su. Yadındadır Kərəm dayı. Gəncəbasarda, Refkomda
Bəxtiyaram da, bəxtiyar. Dünən səhər gözləyirdim sizi. Neçə nəfərsiz? Çox Kərəm də, laf çox. Neçə nəfərsiz? 60 atlı ilə gəlmişəm. Bələdçi tap özünə. İnandığın adam olsun. Qan çanağının yolunu sizə göstərsin. Arxayın, lap arxayın olun. Sözümü kəsmə. Vaxtım az qalıb. Gəray bəyin üstə səhər getməyin. Duman olur qan çanağı səhər. Üstüm ört. Soyuqdur. Yəqin qar yağır eşikdə. Sinən olan yerdə kürəyini güllüyə vermə oğul. Bu kənddə bir kişi var ya yox? Gözünüzün qabağında dağ boyda kişinin əcrafın biri vurur, siz də yorğan altında gizlənirsiniz, hə? Söz soruşuram sizdən. Hanı aranızda kişi? Hanı peykanlının mərdi? De görüm nə görürsən? Deməli belə Qəzənfər dayı. Yetim vəfadarın evini görürəm. Sonra... Saxla, saxla. Yetim yesiri sadalama. De görüm yolu görürsən? Bənədi. Ay sağ ol. Nə görürsən? Yoldur dana uzanıb gedir. Onu bilirəm. De görüm yolda bir qaraltı olsa görərsən? Bənədi. Ay sağ ol qaqan, işində o. Sən ölə, bütün dünyanı gəzəsən ha, səndən qəribəsini tapmazsan. Cəmaat nəhayda, sən nəhayda. Gündə qulağımızın dibində min güllə atılır. Heç bilmirik sabaha sağ çıxacaq ya yox. Sən də hara gedirsən bu mütrüf paltarların özü ilə daşıyırsan. Qorxmursan ki, sabah şenliyin içində səni hoyda-hoydaya salıb biyabır eləyələr? Teatr vaxtıdır indi. Sən belə şeyləri qanmazsan yoldaş Mir Paşa. Sən tüfəngindən çox indi kəndə mədəniyyət lazımdır. Teatr mədəniyyətin birinci pilləsi. Nə idi? Birinci pilləsi. Ay bərəkallah. Elə Gəray bəy də indi oturub qan çanağında, iki əlini diriyib ağzına, bar-bar bağırır ki, hanı o kör mədətin oğlu Uzunduraz Qasım, gəlsin peykanlıya mədəniyyət yaysın, yoxsa bağrım çatlar. Gəray bəy mədəniyyət yox, bircə güllə lazımdır. O da mənim boynuma söz verirəm, arxayın ol. Mədəniyyət bax bugün gördüyün bu qara cəmaata lazımdır. Özdeş bilirsən necə lazımdır? Hardan biləsən, ay yazıq. Bura bax Mir Paşa. Mən ölüm düzündür. Ömründə heç bir dənə də olsa kitab oxumusan? Sən kitab oxuyub mütrifli eləyəndə mən əlimə tüfəng alıb inqilab eləmişəm. Baş tapdın? Əsl inqilab mədəni inqilabdır. Qoy bir Gəray bəyi cəhənnəmə vasilə eləyək. Bu peykanda bir vır çatlasını qopardacam. Gəray bəyin evini eləyəcəm teatr. Gecələr işıqlar yanacaq. Kənd cəmaatı bir-birinə deyəcək ki, bu gecə teatrda ölülərin tamaşasını verirlər. Keyfli İskəndər rolunda da Qasım Mədətoğlu özü oynayır. Kaş Allahın altında mənim də Şeyx Nəsrullah kimi elə bir elmim olaydı ki, burada yatan ölülərlə Artist gənə cezm olub. Əgər olsaydı üzümə qəbirstanlıqda yatan ölülərə tutub deyərdim ki, bir gün Şeyx Nəsrullah gəlib duracaq sizin başınızın üstündə uca bir səslə dua oxuyub çıxıracaq ki, durun ayağa ey Allahın mömin bəndələri. Ölülər. Məbadə Şeyx Nəsrullahın sözlərinə qulaq asasınız. Gəlin bu keyfli İskəndərin nəsiyyətini qəbul edin. Necə yatmışsınızsa, eləcə də yatın. Allah sizə rəhmət eləsin, ölülər. Sağ ol ey, əhsən.
Amma vaxtıdır, valla vaxtıdır. Heç. Ağa nəçənlik, vallahi 12 man mənə qənim olsun günahım yox. Keç görüm. Neynim, qan çanağın neynim, hamını bir-bir qılıncdan keçirdilər. Nə olub? Ondaymış bu çıxarım. Neynim, ağa nəçənlik, gələm hən gözünə mən sataşdım da. Bağırdı ki, o bayrağı çıxar, Apatolla Cilli dərəsinə. Üstünü quş basırsın. Neynim ağa nəçənlik, başına dönüm, sözündən çıxa bilməzdim. Axı bir çətən küflətim var, yazıqdılar axı. Mən də çıxardım, amma tullamadım, saxladım evimdə. Necə götürmüsən Vedas yerindən? Ha? Mənim gözüm üstə ağa nəçənlik, baş üstə ağa nəçənlik. Ağa nəçənlik, biri deyir tax, biri deyir çıxart. Taxım gözüm üstə ağa nəçənlik, baş üstə. Buyur, bu da sizin bayrağınız. Nahaq öldürdün məni. Nahaq. Qəzənfər dayı! Qəzənfər dayı! Stüdyotin vəfadarın damından çıxdı. Niye durumsuz əclaflar? Vurun, vur! Görüm sizin kökünüz kəsilsin. Hamınızın anası ağlar qalacaq. Bəsdi, 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 bəsdi deyirəm sənə. Bir də mənə əl qaldırsan ha, səni ayrım yıxasına döndərəcəm. Yaxşı, indi neyləyik? Gəldik, çatdıq Peykanlıya. Novruza kimi Gəray bəyin bandasını ləğv etməliyik. Əmr belədir. Mənim fikrimi bilirsiniz. Elə günü sabah qalxaq qan çanağına, məsələni çürüdək və salam. Onsuz da vaxtımız azdır. Gəlin özümüzü allatmayalım. O boyda bandanın öhdəsindən gəlmək olmaz. Kənd cəmaatından 5-10 nəfər özümüzlə götürəyim. Peykanlı cəmaatına bel bağlamaq olmaz. Niyə? Ona görə ki, qorxaqdırlar. Bir də laf tutaq ki, 15 nəfər qoşuldu bizə. Nə faydası? Bunlara tüfəng atmağı öyrətmək lazımdır ya, yox. Azı 20-25 gün vaxtımız buna gedəcək. O vaxta qədər də Gəray bəy bizi 100 dəfə o dünyaya göndərib qaytarar. İşi isti-isti görmək lazımdır. Heç bilirsiniz, Gəray bəyin dəstəsində neçə atlı var? Cəmaatın dediyinə görə 40-45. 45, bəs biz? 6. 6 niyə? Artist hesaba düşmür də. Bura bax, mən güllə qabağından qaçan oğlanlardan döyləmək. Dediyim o ki, gəlmişik iş görməyə, iş görək. Havay qurban vermənin nə mənası var? Sabah Gəray bəy hamımızı kəllə mayarlaq göndərdi o bir dünya. Ondan şuur hökmətin nə xeyri var? Səndən soruşam, nə xeyri var? Elədir. Mən də bu fikirdəyim. Havaya qurban verməyin mənası yox. Onsuz da qan su yerinə axır. Mən qan çanağına yaxşı bələdəm. Min bir cığırı, min bir kası var. Harda gizləniblər, harda pusqda dayanıblar, Allah da gəlsə baş tapa bilməz. Ora qalxma ağılsızlıqdır. Deməli belə, qan çanağına qalxmırıq, ha? Qalxmırıq. Onda gərək Gəray bəyi burada, Peykanlıda qarşılayaq. Geç-tez səbri tükənib enəcək qan çanağından. Başqa ilacımız yoxdur. Aydındır? Lap gün kimi. Çünki canavar puskuda çox dura bilməz. Əlinə fürsət düşən kimi çıxıb özünü salır sürünün içinə. Aydın dadaş. Qoyun özün sənə. Sən özün kömək ol.
Akşamı xeyir pəhlivan oğlum. Ver bir əllərindən öpür. Ne inirsən Kələntər dayı? Dərdin alayım. Dünən sən olmasaydın, başçınız məni öldürmüşdü. Ömrüm boyu qulundan sən. Ne danışırsan dayı? Biz adam öldüren değil. Hə? Bəs niyə? Çalpapaq Kərəm qağam öldürdü? Niyə mənim də onun da balalarını yetim qoydu? Hə? Yüzce girməkə taxıl üstə. Yüzce girməkə saxlamışdıq ki, tifillər acından ölməsin. Yox, sən yox. Sən özümüzünkisən. İstəyirsən gedib xanıma xəbər verim ki, gəlmirsən, hə? Yok yok lazım değil. Heyf o çəkən günlər, ay Cəlal. Yadındadır? Cəlal, Şəkər bəyin oğlu, at belində, qolunda qızıl qoş, şikarə çıxardı. Şəkər bəylə Gərək bəy də bir-birlərinə baxıb qurrələlərdilər. O keçən günlər. Hani o günlər? Ha? Keçti o günler. Çoktan keçti. Gecen xeyrə qalsın Kələntər dayı. Hamam işində, xəlvir saman içində, dəvə dəlləkli eylər, köhnə hamam içində, Hardasan hə? Sanır, qaqanı səndən min dəfə ağıllıymış. Anam, bacım, qız gəlin, əli ayağı düz gəlin. 7 oğul istərəm, bircə dənə qız gəlin. İndi başa düşdün haradaydı? Yaxşı, yaxşı, bəsdir. Bəxtiyar, sən bizdən çox oxumsan. Səndən bir şey soruşmaq istəyirəm. Buyur. Bir də görək başqa millətlər də bizim kimi bir-birini qırır. Başa düşmədim. Belə, bir təhər millətiyə götürək məni. Gözümü açandan güllə səsi, ağlaşma eşidirəm. Yəni dediyim odur, biz müsəlmanların alında yazıb ki, bir-birini qıraq, qanunu tökək, axırına çataq, hə? Məsələ yazı pozu məsələsi deyil. Dünya qurarından bəri fağır zalimlə vuruşub, aç-toxla. Ona görə də qan tökülüb. Məmləkətlər dağılıb, şəhərlər, kəndlər viran qalıb. Buna görə də zalim oldu, ancaq buna görə. Çox çəkəcək bu qovğa dəvət? Bilmirəm. Gecəniz xeyrə qalsın. Deməli sabah dəfn edirlər Çalpapaq Kərəmi. Hə? Bəli. Deməli saymadı bizi Sərşəmistan elçiləri. Belə çıxır. Neçə nəfərdilər? 7. 7? Bir də görüm kimlərdir? Başçıları Baxtiyardır, Sarışəmistanın sağ əli. İkisi şəhər uşadı, Qasımla Qəzənfər. Sonra Zalımoğlu Laçın tərəfdən. Şahsu var, o heç. Deyirlər əvvəldən vərəmi varmış, indi də halı xarabdır. Aralarında bir də var Mir Paşa. Hardan olduğunu bilmirəm, ancaq Filizdən Gəncəyə kimi qazamatlarda ad qoyub. Bir də ki, Cəlal. Dələd olsun. Haram olsun ona Şəkər bəyin çörəyi. Məndən olsaydı birinci elə onu aradan götürərdi. Tələsmə Kizir, tələsmə. Bilmək olmaz bu dünyanın işlərini. Heç bilmək olmaz. Deyirsən ki, Bəxtiyar Sarışəmistanın sağalıdır. Cəlal da Bəxtiyarı. Qoy olsun Kizir. Qoy meyidlərini bastırsınlar. İndiki öz ayaqları ilə gəliblər qəbristanlığa, daha əziyyət çəkib geri qayıtmasınlar. Hayıf ki, cavandılar. Keçinin əcəli çatanda boynuzunu çobanın çomağına sürtər. Çobanın da könlü olsa təkədən pendir tutar bəy. Ged 10 nəfər seç, Kizir. Səhər özüm üstünə gedəcəyəm. İstərdim onu həmişə at belində. İşdə gücdə görüm. Gəncəbasardan tutmuş Şirvana kimi, oba-oba ev-ev gəzib Çalpapaq Kərəmi soruşsanız, hamı bir ağızdan deyər ki,
bizim adam deyil. Pis gündə ümidimiz, yaxşı gündə qanadımızdır. İnqilab onu bura, sizin kəndə göndərdi. Sizə kömək üçün. Bəs siz nə elədiniz? Soruşuram. Peykanlı əhli onu qoruya bildi mi? Namərd gülləsindən xilas edə bildi mi? Yox, bilmədi. İndi bəs nə eləyək? Yenə mi damımıza qaparıb yorğan altında gizlənək? Baxın ora. Görürsünüzmü Gəray bəyin torpaqlarını? Amma biriniz qeyrətə gəlib o torpaqlara yaxın dura bilmirsiniz. Qurtardı, bəylərin, xalların dövranı sona yetdi. Şura hökuməti bir saatlıq, bir günlük qurulmayıb, cəmaat, başa düşün bunu, başa düşün. Biz Çalpapaq Kərəmin qanını yerdə qoymayacağıq. And içirəm ki, nə Çalpapaq Kərəmin, nə də Peykanlının günahsız qurbanların qanı yerdə qalmayacaq. Əlvida, qardaşımız. Oğul, elimizin adəti var. Mərdi torpağa tapşıranda gərək Allah kəlamı oxunsun. Axund Şirəli gəlib çıxmadığına görə izni ver. Allah kəlamını mən özüm oxuyum. İzin niyə baba? El adətinə xor baxanın gözünə qara su gələr. Necə məsləhət bilirsiniz, elə də eləyin. Sağ ol oğul, sağ ol. Allahümmə səlli alə Muhammed və ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Yasin. Sallallahu aleyhi ve sellem. Vel Kur'an'ı inneke leminel mürseline ala sıratın müstakim. Tenzilel azizirrahim. Litünzire kavmen. Gazanfer dayı, gelirler. لقد حق القول على أكثرهم فهم لا يؤمنون. لقد حق القول على أكثرهم. Cemaat tez olun dağışınıza, tez, tez, tez! Hamınız! Siz nedir, siz de dağışın, hamınız! Oğul, mən heç, ancaq bunların nəyi sizdən etsin? Heç nə baba, silahımız yoxdur sizə verməyə, canavar qabağına boş əllə çıxmazlar. Uşaqlar, mənim işarim olmadan heç kəs tətliyi çəkməsin, özdən müqayət olun. Qoluna qüvvət. Qoluna qüvvət. Görünüb ki, igid darda qoysun. Qoluna qüvvət. Bircəciyi başa çıxar, vay halına. İlahi, hər kəsə öz əməlinə görə verir. Deyəsən yarasa kimi dəlmədəşiyə soxulublar. Mürşid, buyur bəy. Say bir görüm neçə nəfərdilər. Bu bir, bu iki, bu üç, dörd, beş, altı, yeddi. Yeddi nəfərdilər. 8, 9, 10, 11, 12, 12 oldular bəy. Canavar tək qalanda başına çaqqal-çuqqal yığışar. Hani başçınız? Əxtiyar kimdir? Sabahın xeyir bəy. Bizim Peykanlı qəbristanlığına xoş gəlmişsən. Xoş günün olsun Komsomol. Yəni Sarı Şəmistan o günə qalıb ki, mənim üstümə uşaq göndərib. Bəy, bəlkə oturub söhbət eləyək. Dərdləşək? Çalpapaq Kərəmlə çox dərdləşdik. Bilirik bəy, bilirik. Çalpapaq Kərəm vəsiyyətini bizə eləyib. Dedi ki, bəyin qulağını kəsib göndərərsiniz Refkoma. Hətərəm-pətərəm danışırsan Komsomol. Mənim bir sözümü iki eləyənin anası ağlar qalıb həmişə. Gədələrini də yığışdır, rədd ol buradan. Gəd özünüz. Küçük, sənin o cüllüt boğazını üzmək mənə boy. Bəsdir daha boş boğazlıq eylədin, sözün var sözdür, niyə gəlmirsən?
Gəlmişəm meyidlərinizi qarğa quzuğuna yeməliyim. Ay, sən öləsən. Çıktı aradan.
Celal, bir eşmə ver, ciyərim yanır. Sağ ol. Qasım. Hə. Tamaşanı nə vaxt göstərirsən? Deyirəm elə Novruzun səhərsi. Gəray bəyin gün batan tərəfdə toyxana boyda yekə bir tövləsi var. Əsl teatr binasıdır. Ah, belə. Bəli də, bircə saqqal darağımız çatmırdı. Hə, cəmaat yumurta boyuyub, səməni qoyub bayram eləyəcək. Biz də mühtrüflük. Dayan görüm. Gəray bəy kim oynayacaq? Bu deyir, anadan gəlmə artistdir. Amma biraz səsi çaldı. Uşaqlar, kəndə səsləyən ki, tamaşa göstərəcəyik. Gəray bəyi biabr eləyəcəyik. Barmağımıza doluyub, ələ salacaq. Hay hay, ölmüşdü xan kişi. Qadan alıb. Bax, mən mənliyimlə eşitsəm ki, laf dünyanın o başında məni məsxərəyə qoyub biabr eləmək istəyirlər. Harada olsam çatdırıram özümüm. Harada olsam. Bax sən, Gəray bəyin yerində olsan dözərsən. Mən yox, amma o nə bilim, şeytan cinsidir. Yallah, düşün orada. Səndən qoyun, ha? Hoş gördük ağa Axund. Deyirəm yəni salam əleykum ağa Axund. Estağfirullah, tövbə yarabbim, xəta. Kəsmək istəmirsən? Bizdə fors olmaz oğlan. Biz Allah nökəriyik. Gecəmiz də, gündüzümüz də o gözə görünməzlə ixtilafda keçir. Qəbristana niyə gəlməmişdin? Deyirsən Allah nökəriyəm, bəs Allah nökəri öz bəndəsinin pis gününə təşrif gətirməz? Bəndəsinin hə, amma Allahsızın yox. Toşa, Allahsızın axırı elə olar. Kim deyə Allahsız? Allahsız, çalpapaq gələmdir. Allahsızdır. Burada məni qanıma qəltan eləsən də deyəcəyəm, Allahsızdır. Nə Allahdan qorxurdu, nə də şeytandan. Hayat olan sənin nə hayasız olurmuş, hə sizin tayfa? Bir adam ki ömrü boyu yetim yesirin dərdinə qalsın. Necə dilin dönür ona Allahsız deyəsən? Heç saqqalından utanırsan? Yetim yesirin əlindən tutmaq müsəlmanın borcudur, oğul. Biz hamımız bu əməlin sahibiyik. Gəray bəydə. Niyə sustun? Söz soruşuram səndən. Mən sizin səyasətə filana qarışan deyiləm. Heç nədən də xəbərim yoxdur. Nə köhnə hökumət üzrən, nə də təzə hökumət üzrən. Günorta namazının vaxtını ötürürəm. Sən Allah, bıraq çıxım qoyum gel. Səni saxlayan var burada, rədd olaraq cəhənnəm olursan ol. Ho! Vərəd uzuna! Hə, nə oldu, niyə dayandın? Çağırdım, mən də dayandım da. Vərəd uzuna da adın? Estağfirullah dedi yani. Hə, Qasım, mən ölüm, o teatr çıxardacaqsınız ha. Peykanlının Axundunu da sal ora. Cilafın yekəsiymiş, heç xəbərimiz də yox. Neynəm sənə yenə? Axundu soruşuram, ya sağ-salamatdır? Bə baş kəsən zada, ha? Ha, onda Cəlalı gör. Mətin o yazır. Haradadır Cəlal? Allah niyə bizi bugünə qoydu axı? Nə günah Umay? Qan saldı aramıza. Babamla səni bir-birinizə düşmən elədi. Dedimsə məni qoyub qabağına çıxarım sənin. Noruzun gəlişinə babamın xeyir duasını allıq. Götürüb gedərsən məni Peykanlıdan, apararsan uzaqlara. Nə güllə səsi eşidərik, nə də ağlaşma. Amma neynim, fələk qıymadı bizə. Muradımı gözümdə qoydum. Hara getsək, nə güllə səsindən, nə də ağlaşmadan qaça bilmərik. Axı niyə? Çünki zamanə belədir Humay, başa düş. Badi girifta, hamam içinde, kalbi saman içinde, demeden leyli eyle,
Qəbristan bunları eşitsə, sevdiyindən papağını göyə atacaq. Bax, buna deyərəm kişilik. Hə, Qasım, yeni şuar təklif edirəm. Gözünü niyə döyürsən, hə? Yaz. Keçmişin mənfur qalığı olan, qorxaqlığın daşını atan, heyecanlı əhlinə eşq olsun. Gizlətmə gizir. Düzünü de. Düzünü deyəndə ki, elə bir şey olmayıb, bəy. Cəmaat o dələduzların sözünə inanıb yaz aratına çıxıb. Sonra? Sənin torpaqlarından başlayıb Araratı bəy. Sonra? Sonra da Kühmay Şəkər bəyin oğlu ilə görüşüb. Deməli gizir mən o günə qalmışam ki, qızım da mənim sözümdən çıxır. Bəlkə elə bir güllə çaxın başıma, heykanını, səfəlini, qələnini təzə hökumət alsın əlinə. Hamsımıl bəxtiyar da mənim torpaqlarımda at minib, tüfəng oynadıb ağalıq eləsin. Yox gizir, yox! Deyək ki, axşama hamı hazır olsun. Görək Allah kimin çırağını yandıracaq. Mərdi qova-qova namərd eləyərlər gizir. Qulaq as, bəy. Mənə qulaq as, sonra nə istəyirsən elə. Gör, neçə nəfər itirdik Peykanlı qəbristanlığında. Gəl, biraz səbr eləyək. Əvvəl-axır özləri qalxacaqlar qan çanağına. Canavar güllüyə gəlməyəndə təlləyə gələr, bəy. Onları burada cücü kimi tapdalayıb yox eləyər yer üzündən. Bəs Şəkər bəyin oğlu? Onu zavan qanına qaltan alamək mənim boynuma, bəy. Arxayın ol. Qoy olsun, gizir. Qoy olsun. Deməli, mənim torpaqlarımdan başlayıblar Aratı. Yox, olmadı qadası. Heç olmadı. Qundağı bərsin. Tətiyi çəkəndə parmağını dartma. Yavaş-yavaş bas. Elə bil parmağını bala batırırsan. Hə? Hə. Diqqət. Nişan. Ateş. Bax. Gördün? Gördüm. Qazanın dolu olsun Qəzənfər dayı. Qurbanın olum Qəzənfər dayı. O nağanı ver mən də atayım. Bu şoğarıb yaman ağırdır. Ha, kürü, nağan ha. Ha, de görün bu nədir? Şəkildir. Ay sağ ol. Nə şəklidir? Adam şəklidir. Adam şəklidir. Gəray bəyin şəklidir. İndi de görüm Gəray bəy kimdir? Peykanlının bəyidir dana. Yox, onu da bilmirsən. Gəray bəy sinfi düşməndir. İnqilabın, məzlumların düşmənidir. Deməli qaqani, Gəray bəy sənin də, mənim də düşmənimdir. Hə? Hə. İndi sənə əmr edirəm. Gəray bəy düz gicgahından vurmalısan. Çünki gicgah elə şeydir ki, qadası, ona ki bir güllə dəydi ha. Dünyanın bütün huri qılmanı mələşə-mələşə tökülüb gəlsə də heç nə eləyə bilməzlər. Başa düşdün? Mənədir. Ay sağ ol. Nişan al. Ateş. Ay sağ ol. Qaqani sən ki qaqani. Eşq olsun qaqaniya. Bir də nişan al. Diqqət. Ateş. Allah. Cümle cahan proletarları toplaşın. Əmi zəhmət olmasın. Oğul, proletarları nədir? Sənsən proletar. Mən hara proletarları hara? Allah göstərməsin. Bıy, sən məni. Şansı var. Nereden tapmışsan? Kətdə bir gəlin verdi mənə. Deyirəm axı, nə yaxşı ətri var. Sabah bayram axşamıdır. Deyirlər il qoyun üstündə təhvil olub. Qoyun üstə təhvil olanda nə olur ki? Ölüm itim olmayacaq. Hamı can deyib can eşidəcək. Sən hardan bilirsən belə şeyləri? Sənsin adam, sən belə şeyləri bilməzsən, inanmırsan? İnanıram. Sən mən niyə varam? Yaxşı, ged uşaqlara kömək elə. Bəxtiyar əmi! Bəxtiyar əmi! Bəxtiyar əmi! Bir paşa məscidə it bağlayıb. Ha
Mənim körnə paqqılıq eləyir. Azar necədir, şor necədir? Bu nə oyunda açmısan? Kimin itidir? Mənim. Aç apar xarabana. Sən də düş qabağıma, biyabır olasın səni. Biyabır elədin bizi şeyliyin içində. Nə olub be? Murdar elədilər Allahın evini cemaat! Niyə göydən qaradaş yaxıb bunları görma görələmir? Niyə ildırım çağıb bunları külə döndərmir? Allahsız kafir, əcinlə oğlu əcinlə! Cemaat Allaha dua eləyin, imam pirinə nəzir gətirin, bəcə günahımızdan! Ha, nə olub be? Gəminiz batıb? Heç bilirsən nə eləmsən? Ha, nə eləmişəm? Bravo. Özü səhv eləyə qoyma. Lap yaxşı bilirsən nə eləmisən. Hamımızı biabır eləmisən. Mən heç kəsi biyabır zad eləməmişəm. Nə olub indi də başlamış saxun-maxun təəssüfünü çəkməyə? Başa düş. Axundu da, mollanı da səndən pis tanımırıq. Bilirik nə yuvanın quşudular. Axund Şirəli heç, sən peykanlı cəmaatın təhqir eləmisən. Ha, vaxtdan Komsomolun din əleyhinə mübarizəsi təhqir sayılmağa başlayır. Gəl bizə dərs vermə. Xalqın 1000 illik etiqadına tüpürmək mübarizə yox, sadəcə olaraq xuliqanlıq. Bura bax, hey, mərfətli danış, elə söyərəm ki, 7 qatından keçər. Bəsdir. Axund da, molla da, hamısı inqilabın düşmənləridirlər. Məndən olsa hamısını bircə-bircə güllələyərəm. Biz bura meçidləri bağlamağa, mollaları dar ağacına asmağa gəlməmişik. Meçidlər öz-özünə bağlanacaq, amma gecik tezi var. Lap arxayın ola bilərsən. Amma de görün sabah peykanlı cəmaatına nə cavab verək? Ağsaqqalın, qara saqqalın üzünə necə baxaq? Mən bundan hər şey gözləyirdim, bunu yox. Nəyi gözləyirdim? Hər şeyi. Bax, köntöysən, yonulmamısan, öz bildiği eləyənsən. Heç bilirsən xəbərçi nə olacaq? Nə olacaq? Qəribə adam heç bir şey başa düşmək istəmir. Nə təklif edirsən Qasım? Raport yazıb göndərən Evkomu sərəncamına. Ben Qasım'la razıyım. Bundan sonra Mirpaşa yatı qalsa, bizə heç kəs yaxın durmaz. Hadi, Kəray bəy də elə onu gözləyir. Bircəciyimiz kənddən çıxaq, yolda yaxalayıb albalıq eləsin. Nə danışsan ha? Mirpaşanı belə bir vəziyyətdə kənddən buraxa bilmərik. Yollar qorxuludur. Bir də onsuz da azıq. Mirpaşasız niyə eləyə bilərik? Bəxtiyar, mən təklif edirəm ki, günü sabah bir-iki ağsaqqal yığaq, qoy Mirpaşa öz ürsəsin. Hadi. Şahsıvarın təklifilə kim razıdır? Mən. Bəxtiyar əmi, mən Qəzənfər dayının təklifinə razıyam. Yaxşı da, rayonda mən təklifimi geri götürürəm. Hara yersin, hə? Dəyim ona, qoy havasını dəyişsin. Cəlal. Qızı gördün? Gördüm. Gözümün içine düz bax. Sevirəm Bəxtiyar. Heç bilirsən kimi sevirsən? Sabah Gəray bəyin meydini torpağa uzadanda elə bilirsən gəlib sənə yaxşı deyəcək, ha? Gəray bəy qızını öldürmək istəyir. Onun başına bir iş gəlsə... Ha, bundan danış. Bəlkə köşümüzü götürüb gedək Gəray bəyin imarətinə. Cəmaat edilsin ki, komsomçular Gəray bəyin xanım qızını qoruyur. Çünki Şəkər bəyin oğlu Cəlalın başına hava gəlib. Bəxtiyar. Əgər sənin başından bir tük eksik olsa, mən o xarabanı yandırıb darmadağın eləyərəm, bildin? Gelsene, gelip salam versene, hey! Kıza gelsene, gelip salam versene. Çömşeni doldursana, kasani yola salsana, hey! Çömşeni doldursana, kasani yola salsana. Ay uyruğu, çakkalı at kuyruğu. Kosan bir oyun eyler, keçini koyun eyler. Yığar yağın büyüsün, keçelin toyun eyler. Bahavri, ay bahavri, güller güller nahavri, ay nahavri. Bahçamızda gül olsun, ay gül olsun. Gül üstte bülbül olsun, ay gül olsun. Bal olmasın, neyine? Yağ olsun. Evdekiler sağ olsun, ay sağ olsun. Arvad
Atlar eve geçsin. Kasanın payın geçsin. Gel de bu hamuru götürüp bağı çapıya bak. Böyle bayram olaydı. Ay salam verin bayramınız mübarek olsun. Bayramınız mübarek. Bayram mübarek. Mir Paşa'nı gözüme değme. Tanımırsan Mir Paşa'nı? Öküz kim görürsen gel özün hala verip çərliyir. Cemaat yaray beyaz bayram çıkarın. Hanım Mir Paşa. Allah gör ne günlere kal. Kələntər dayı. Gecikmişsen ayağı, gecikmişsen ya. Göğü güruladı, yıldırım çaktı. Kara yapıncılar kan çanağına inip senin göğerçini at belinde apardılar. Bəsdir. Deyirəm yazı uşaq indi qarğa quzğuna yiyir. Bəsdir qoca. Ölüsünü ver. Qollarım üstə aparıb bastıram. Əgər diridirsə, dirisini ver. Əl-ələ tutub gedək buradan. Heç kəs məni sənin ayağına gəlməyə məcbur edə bilməzdi, bəy. Zamanı elədi. Kimi deyir Gizir? Bəlkə Humayı deyir. Deyəsən yazı uşağın başına hava gəlib, hə? Nə tez qabaqladın məni, Kələntər dayı? Sənin atından gəlmişəm. Sən bu zülgərinlə gəlmişəm. Demə Şəkər bəyin oğlu elçiliyə gəlinmiş, bizim də xəbərimiz yox. Belə işlər Gizir. Deməli cəmaat, Şəkər bəyin oğlu Gəray bəyin qızına aşıq olub. Əhsən. Deməli mən qızımı verim sənə. Sən də əl qolumu bağlayıb, apar məni təhvil ver Sarı Şəmistana. İmarətim, qızıllarım, var dövlətim hamısı qalsın sənə. Ormanlarımda at çapıb, qılınc oynat. Gecələr də qızımla bir yastığa baş qoyub, söy mənim qəbrimə. Cavab ver, küçük. Uzatma bəy. Humay sağdır, bu mənə bəsdir.
De indi qaçaqlarına tez güllələsinlər məni. Niyə eyb alırsan? Son nəfəsimdə səndən bircə xahişim var. Dəymə ona. Humay mənlə görüşmək istəmirdi. Dəymə ona bəy. Gör bir peykanlıda neçə gəlini dul, neçə uşağı yetim qoymusan. Heç olmasa öz balana qıyma. Axmaq, sizin qanınız halaldır. Hamınızı bircə-bircə güllələyəcəyəm. Sarı Şəmistanı, Bəxtiyarı, onun qədələrini, hamınızı. Bacarmazsan bəy, heç bacarmazsan. Çünki uduzmusan, çoxdan uduzmusan. Nəyi uduzmuşam gədə? Ağalığını, keçmişini, gələcəyini, hamısını. Yaxşı, Humayı versəm sənə onda necə? Ancaq bir şərtim var. Gərək Komsomol Bəxtiyarın başını gətirəsən mənim üçün. Hı? Hani Aşıq Vəli? Buyur bəy. Aşıq, Şəkər bəy bunun beşiyinin başında sənə nə çaldırardı? Yanıq kələm bəy. Çal Aşıq. Ağa bəy havasıdır. Çal. Çal Aşıq, çal. Çal Aşıq, çal. Komsomolun canı it canıymış. O bircə qağanın qəbrinə and verirəm səni. Kələntər dayı, ürəyimin nişanı, ağrıdır axı. Cəlalı sizin heç birinizdən eksik istəmirəm. Qalxa bilmərik qan çanağına. Niyə axı siz məni başa düşmək istəmirsiniz? Niyə? Gönderdin ora! Sen! Senin bir yana geçti! İzin kızı, it! Senin dişi canavar! İzin kızı, it! Bahtiyar! Neymişsin? Dayan Bahtiyar! Neymişsin?
razısanmı? Bilmirəm. Babamın qanını sənə halal eləyirəm. Ayazlı şaxtalı bir qış axşamı 7 yoldaş olub yola düzəldik. Ulduzlar havanın bağrını dəlir, qayalı dağlardan duman yüksəlir. Xəyalım gecəni salama gəlir, çapdırır atını birbaşa dünya. Yerlərə baxıram bağçalı bağlı, göylərə baxıram qapısı bağlı. Təbiət ixtiyar, sirli, soraqlı, əzəldən yaranıb tamaşa dünya. Bir də görürsən ki, açılan solur. Düşünən bir beyin, bir torpaq olur. Bir yandan boşalır, bir yandan dolur. Sirrini verməyir sirdaşa dünya. Bəsdir! Əzəldən belədir çünki kainat. Cahan daimidir, ömür amanat. Əldən ələ keçir vəfasız həyat. Biz gəldi gedərik, sən yaşa dünya. Ağrın almay bəy, daha gözləməkdən keçir. Baxtiyarın dəstəsi gündən günə artır. Peykənli cəmaatı bir qıvıya çıxdı. Bəyin üzünə ağ oldu. Bəlkə bir-iki gün də gözləyək. O deyək, bu gün səhər alaqaranlıqdan yenə arata çıxdılar. İndi peykanlıya inmək olmaz. Elə bilirsən qorxurlar. Xeyrə ki, dahi qorxmurlar. Bəy, dərdin anı. Oturmuşsan burada, kənddə xəbərin yoxdur. Sənin tövləyin eləyiblə mütrifxana. Cəmaatı ora yığıb səni məskəriyə qoyacaq. Bəli, vallah belədir. Orada biri var, nədir ona da? Hə, zalim oğlu. Başına qoyun qarnı keçirib, mütanadan gəlmə çıxaracaqlar cəmaatın qabağına ki, baxın, bu Gəray bəydir. Vallah doğru deyirəm. Oturmuşsan burada, onlar da bildiklərini eləyəcəklər. Bəy, inək heykanlıya qurdumuzu öldürək. Gizir, qurtardı daha ilə fənd oyunu. Enirik peykanlıya. Biz dördüm oğlum, enirik. Oldun Gəray bəy. Aha. Deyən. Aha. Bəyi də qeyb göstərək. Bura yaxşı yerdir. Uşaqlar, hazırsınız? Fərala. Biraz tez olun ki, cəmaat görsün. Biz hazır. Qasım başlayaq. Bu saat. Ocaqları söndürün. Bugündən məskənimiz pekanlı olacaq. Canlı olacaq.
Kentucky'de işimiz var, gücümüz var. Səssiz buraxın kəndi. Uşaqlar, amma onda bilin ki, Gəray bəyin dəstəsindən bir nəfər də peykanlıdan sağ çıxmamaq. Deyaydır. Gerek ağa. Camaat, bugün Peykanlı'nın bizim hamımızın aziz bayramımızdır. Bayramımızdır. Hoş günümüzdür. Elədir. Gözümüzün ışığı, canımız, ciğerimiz Garay Bey qonaq gəlib bizə bugün. İndicə özünüz görəcəksiniz. Bəy pərdanın dalında oturub sizi gözləyir. Bəyimizin əziz qonaqları da gəlir. Aralarında İngiliz də var. Heç kəsə deməyin ha. Gəliblər ki, yenə torpaqları alıb versinlər Garay Bəyə. Gəlin bəyimizi çox intizarda... Gəlin bəyimizi çox intizarda saxlamayaq. Çünki... Açın pərdəni, açın pərdəni. Açın pərdəni, açın pərdəni. Ağalar, lütfen Geray Bey'in sağlığına. Yaşasın Geray Bey. Sağ ol Geray Bey. Bütün dünyanı gezesene Geray Bey gibi kişi tanımaz. Öyle değil mi sizi? Nə oldu? Qəqənədi gəlirlər. Siz bilirsiniz ki değişir zaman. Değişir her şeyin evvelki halı. Böyle bir zamanda afrist olmalı. Herif. O tez oldu. Zalim oğlu. Gazanfer buraya gel. Ne deyirsən? Kostumları çıkardım çığırlı beliyer. Bana ver görün tez ile. Tez ile çıkar görün. Bana ver. Elin atlardan. Evin dalına keçin.
Mən yaşamaq eynəyimi sil. Görmürəm. İyiydi arkadan vurmaz bey. At tüfengi yere. At. Bunun boyuna bak. Buraya gel. Siviş buradan evinize çapışın biri çapış. Yer görüm. Qəzənfər dayı, Zalım oğlu ilə şahsı var, yoxdular. Bəxtiyar, mən getdim ora. Yaxşı. Qəzənfər dayı. Qurban olam Qəzənfər dayı, ölmə. Ölmə, nə olar, ölmə. Kaç. Kaç. Ağlama. Kişi ağlamaz. Kaç kadası. Kaç. Aman havam içinde, kalbir saman içinde. Allah. Kukuş. Bu dəfə də bəy aradan çıxsa, batdıq. Qorxma Qasım, qaçmaz. Hə? Qadan alım, mən o zırramanın yanında bastır. Mir Paşanı deyirəm.
Allah sizə rəhmət eləsin. Ölülər. Bəxtiyarı da Gəray bəy evindədir, tez. Humay! 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 Kamsamaq, get. Sarı Şəmistana de ki, öldürdüm Gəray bəy. Qanına qəltan elədim. Bəxtiyarsınız siz? Sarı Şəmsandan sizə məktub var. Buyurun. Sizə məktub var. Oxu. Bəxtiyar,
Qazaq mahalının Göyəzənli kəndində, Qarayazıda Şahmar bəy kəndləri çalıb çapır. Qadan alım, tez özünü ora ver. Bəlkə cümə axşamına kimi 4-5 atlı göndərdim sizə köməyə. Yubanma, Şahsuvara, Qasıma, Cəlala, Mirpaşaya, Qəzənfərə, Zalım oğluna məndən salam söylə. Qadan alım, uşaqlardan müqayyət ol. Azərbaycanın ilk komsomolçularına eşq olsun. Bolşevik salamı ilə Sarı Şəmistan.